Quba şəhəri Nəriman Nərimanov küçəsi 75 ünvanında Aquapark və onun ətrafında tikilən obyektlər qanunsuz olaraq inşa edilir. FİHE'nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət Agentliyinin 27 oktyabr 2023-cü il tarixli 0970 və 30 yanvar 2025-ci il tarixli 0067 nömrəli qərarları olmasına baxmayaraq, ərazidəki sözgedən həmin tikililərin inşaatı yenə də davam etməkdədir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin bütün tikinti tələblərinin pozulduğu bu tikililər həm də ehtiyat fondu təyinatlı torpaqlarda aparılır. Təbii ki, tikililər barədə müvafiq icra hakimiyyəti orqanlarının razılığı və icazəsi də alınmayıb. Sözgedən tikinti deputat Əlibaba Məhərrəmzadə, daha doğrusu onun qardaşına məxsus E&C Holding MMC tərəfindən aparılır. Sonuncu parlament seçkilərindən əvvəl Əlibaba Məhərrəmzadə illərlə rəhbərlik etdiyi həmin MMC-nin rəhbərliyini öz qardaşına həvalə edib. E&C Holding MMC-nin Quba şəhəri ərazisində özbaşınalıq etdiyi digər bir məkan isə Şahdağ oteldir. Quba şəhəri Əziz Əliyev küçəsində yerləşən bu otelə bitişik yol və səkilər qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına olaraq zəbt edilib və orada qanunsuz tikinti quraşdırma işləri aparılıb. Deputat Əlibaba Məhərrəmzadənin mənəvi mülkiyyətində, rəsmi olaraq isə qardaşının adında olan bu tikililərin inşaatı nəticəsində həm də Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tikinti tələbləri, həm də Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2014-cü il tarixli 375 nömrəli fərmanının tələbləri pozulur. Eyni zamanda ölkə başçısının 2014-cü il tarixli 17 noyabr 349-cu nömrəli fərmanı ilə təsdiq edilmiş tikintiyə dövlət nəzarətinin keçirilməsi qaydalarının 2.20-ci bəndinin tələblərinə uyğun olaraq sifarişçi E&C Holding MMC-yə tikinti işlərinin dayandırılması ilə bağlı dəfələrlə rəsmi xəbərdarlıq edilib.